Görkəmli oftalmoloq alim akademik Zərfə Əliyevanın doğum günü münasibəti ilə Tərtərdə tibbi humanitar aksiya keçirilib. Tədbir Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta Dövlət Agentliyi, Təbib və Tərtər rayon icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Aksiya çərçivəsində Tərtər rayonu Bəyəmsarov kəndindəki poliklinikada bu kənddə məskunlaşmış Qərbi Azərbaycan qaçqınlarının tibbi müayinəsi həyata keçirilib. Müayinələrə oftalmoloji müayinə, 7 yaşa qədər uşaqların tibbi müayinəsi, 50 yaşa qədər qadınların müayinəsi daxil edilib. Bu bir ənənəvi olaraq Zərfə xanımın bu xatirə günündə Tərtər rayonunun Bəyəmsarov kəndində, hansı ki burada əksəriyyəti düzdür, Qərbi Azərbaycandan 87-91-ci ildə qovulmuşdur. Amma eyni zamanda burada keçmiş Kəlbəcər qaçqınları da var. Elə Kəlbəcərlərin talihi Qərbi Azərbaycanlılara da qismət olsun ki, yəni onlar da öz vətəninə qayıtsınlar. Əsasən uşaqlarda miyopiya, hipermetropiya, astigmatizm, yaşlı şəxslərdə isə başlanğıc yetişməmiş katarakta, qlaukoma diaqnozları qoyulur, lazımi müvafiq tədbirlər görülür. Gəldim uşağımı müayinə etdirməyə, bütün müayinələrdən keçdik, oftalmoloq, bütün orqanlarını yoxlatdıq, şükür salamat uşaqdır, razıyıq. Daha sonra şəhid ailələri ziyarət olunub. Ardınca Tərtər Mədəniyyət Mərkəzində görkəmli oftalmoloq alim, tanınmış səhiyyə təşkilatçısı, akademik Zərfə Əliyevanın xatirəsinə həsr olunan Zərfə Əliyeva əbədi işıq mücəmməsi mövzusunda konfrans keçirilib.